Uşaqları dərsə yola saldım. Hazırlaşmamışam, heç nə öyrənməmişəm. Çünki neçə gündür fokusum sadəcə video çəkilişlərdədir. Ona görə ingilis dili oxumamışam. Gedirəm ingilis dili dərsinə. Bugün əlini, sadəcə 4-cü günlər əlini dərsdən mən götürürəm. Əlini mən götürməliyəm. Mən dərsdən çıxacam saat 2, 3, 4-ün yarısı çıxacam. 6-da da əli çıxır. Saat yarım boş vaxtım olacaq. Oturub dərs eləyərəm. Mənim 32 yaşım var. Bu yaşıma qədər həyatımın elə bir dönəmi olmayıb ki, mən orada nəsə oxumayım, nəsə öyrənməyim. Ən azından bir kursa getməyə imkanım olmadığı hallarda belə yeni kitablar almışam, onları oxuyub bitirmişəm. Hətta övladlarım körpə olanda belə mənə belə deyim də dəstək, kömək çox az olub. Övladlarımı da özüm böyütmüşəm, bütün işlərimi də özüm görmüşəm, amma yenə də orada oxumağın, öyrənməyin əksikliyini hiss eləmişəm. Yəni nəsə çatmır və o çatmayan şey də kitab oxumaqdır və nəsə öyrənməkdir. Mənim üçün həyatda nəsə öyrənmək bir vərdişdən daha çox bir ehtiyacdır. Fərqli və dadlı tiramisu hazırlayacağıq. 33% qaymaq, mascarpone pendirim və pudra şəkər. Mən əlavə olaraq vanil də əlavə edirəm, amma reseptdə yoxdur. Bir pors üçün, indi hazırlayacağımız pors üçün 33% qaymaqdan bir stəkan lazım idi. Mən əvvəlcədən dökmüşdüm. Bunu pudra şəkərlə qarışdırırıq yaxşıca. Amma mənə elə gəldi ki, pudra şəkəri çoxdur. Bir barmaq daha az pudra şəkəri əlavə eləsək, bir stəkandan bir barmaq az. Elə məncə daha yaxşı olar dadı. Çox şirin mən sevmirəm. Mənə çox şirin gəldi. Və bu orijinal reseptdə vanil yoxdur. Sadəcə mən vanilli sevdiyim üçün vanil əlavə elədim. Bir də bu resepti mənə bacım verib. Bacım özü kulinardır. Tiramisunu mən müxtəlif reseptlərlə hazırlamışam və yumurtalı olanın iyisi aşırı yumurtalı olduğu üçün bütün dadını öldürür. Mən sevmirəm yumurta ilə hazırlanmış kremi. Ona görə bu kremlə prob elədim və elədiyim ən gözəl belə deyim də kremlərdən biri oldu. Çox bəyəndim. Və 500 qram idi mənim mascarpone pendirim. Onun yarısını əlavə elədim. Hamısını yox. Yarısı kifayət eləyir bir pors üçün. Yarım mascarpone pendiri və bir stəkan qaymaq. Bu şəkildə bir konsistensiya alınır. Yəni çox yumuşaqdır, havalı dadı verir. Yumuşaq dediyimdə yəni axışqan deyil. Amma puding kimi bir belə deyim də konsistensiyası var. Əvvəlcə biraz dibinə sötürəm ki, kofeyə batıracağımız piçenyalar yapışmasın tavaya, qaba. Savoyardiləri bir kofeyə bulayacağıq. Kofe məndə amerikanodur, amma daha tünd amerikanodur. Təxminən espressoya yaxın. Və bura yaxşıca islatdığımız savoyardiləri əlavə edirik. Həyatımda yediyim ən dadlı şirniyyatlardan biridir və ən gözəl resepti deyə bilərəm. Dadından gözlərim yumuldu. Və axşama uşaqlara başqa yemək pişirdim. Özüm üçünsə bu resepti prob eləmək istədim, yoxlamaq istədim. Uzun müddətdir ki, TikTok keşfetimi ələ keçirtmiş bir resepti.
Həm də baxdım ki, həm sağlamdır, həm doyurucudur. Çox bəyənirlər. Ona görə mən də hazırlamaq istədim. 2 qabaq, 2 kök, 2 kartoşka, hamısı orta boy olmaq şərti ilə törkadan keçirdib qarışdırırıq və üzərinə duz əlavə edirik ki, biraz suyunu salsın. Amma duzunu çox əlavə eləmirik. Nə qədər ki yeməyə qatacaq, onu qıraqda da pendir rəndələyirik. Məndə Holland pendiri idi. Mozzarella da əlavə eləmək olar. Və 2 dənə yumurta. Bunu mən sıxdım artıq. Biraz sulanmışdı, suyunu sıxdım. Suyunu sıxandan sonra pendirini əlavə edirik və 2 dənə yumurtasını. Yumurtanı əlavə eləyəndə mənə elə gəldi ki, yumurtası azdır. Dedim, amma reseptdə nədirsə onu prob eləyəcəm. Yaxşı ki də əlavə vurmamışam. Əlavə vursaydım yumurtanın dadı gələcəkdə daha çox olacaqdı. Yaxşı ki də vurmamışam. Bu cürə ideal variantdır, ideal versiyadır. Yumurtanın dadı zərrə qədər gəlmirdi. İçindəki heç bir ingrediyentin dadı aşırı hiss olunmurdu. Çox dadlıydı. Və istiot buna çox yaraşır. Yaxşı ki istiot vurmuşam. Yemək hazırlıqları gedir. Bu oğlan öz olmasına kömək edir süfrəni düzəltməkdə. Çox sağ ol. Yemek pişirmeye gayetler. Birinci növbədə ananın açıqsını tapmaq lazımdır. Sonra kesilse aç edeyim. Lifehack. Lifehack. Kimse kesildi bir elbise beri koyalım. Ne biraz dedi bu. Gözüm yandı. Allah'dır bir kez yandırma. Sinan'ı kuvvet öyle oğlan. Senin yere bak ha. Bak karizmaya bak, yaraşığa bak. Sinan dönün. Mesela ne soğan eylemi? Ya gel gelin. Bu arada hazır oldu lavaşım. İndi bunun içinə xiyar, pomidor, nə istəyirsiniz tökə bilərsiniz. Mən toyuq filesi də elə olur ki, qaynadıb didib tökürəm. Sadəcə mayonezlə toyuq filesi eləyirəm. Başqa da ingrediyentləri əlavə eləyirəm. Yəni ürəyiniz nə istəyirəm. Mən də əlimin altında bunlar idi. Bunlardan yığdım. Silvinçli sıyır, pomidor, xiyar, bir də kartoşka. Təzə kartof qızartmışdım. Ürəyim istədi. Saxladım ki, bunun arasına qoyum, yeyim. Bir şey alındı. Həqiqətən çox dadlı olur. Yəni mütləq bir gün prob eləyin. Anlıq bir qərarla mama gilə getməyi və tiramisunu orada yeməyi qərarı aldıq və mamanın tanışlarının bəzi zakazları var idi. Onları da qablaşdırdım, apardım özümlə. Əsəbləşməyəsən deyirəm. Ozda mən uduzdum, bəhanə edəcəm ki, oğlum, mən bilirsən niyə uduzdum? Çünki sən istənmişdin ona görə. Ona görə sən həmişə mənə udsan doğrudan da mən onu deyəcəm ki, o qucu. Sən doğrudan qəşəng oynayırsan. Posta biraz əsəblən. Ay Allah. Gel de. Kesin ki kardeş ye. Kesin ye. Atam deyəcək ki, əsl reaksiyanı atam deyəcək. Necə çox? Oturanmadı efendim. Necə də ata? Doğrudan qəşəngdir. Ata verin. Sağ olun. İstemedi. Bu gülüm atırı. Təbrik edirəm ana. Təbrik edirəm. Nəvələrimi təbrik edirəm. Ne istiyorsan. Ağ klubnik olmuyor. O çal klubnikadır. Dur gedək. Gelip yersin. Sağ olun. Gecəniz xeyrə qalsın.
Bir zaman görürəm ki, Hazırıq yəni. məşğələ. Hazırıq. Məşğələ yox. Eyni şeydir. Meşğale. 50 saniyen gedir. Görürəm ki, işləyən var üçün uşaq böyütmək necə çətindir. Xüsusilə uşaq qorpa, nə? Qorpa Ha, körpə. və ya əziyyəşli adlı qadın həyat yoldaşı və 2 övladı ilə birlikdə bu keçirən